Gəl bu dəfə onun gözündə sən münasibətinizlə əlaqədar onun üçün kimsən, nələri dəyişmisən, nələri dəyişərdi səndə. Gəl bunlara baxaq. Ən birinci baxaq bu münasibətiniz hansı enerjidədir, o enerji ilə əlaqədar baxaq. Hazırda fikrindəki insanla münasibətiniz hansı enerjidədir? Fikrindəki insanla münasibətiniz hansı enerjidədir? Münasibətiniz stabil enerjidədir. Və hətta mən sənə deyərdim ki, burada ola bilsin yaş fərqiniz var fikrindəki insanla və yaxud da ki, status fərqiniz var. Hər nədirsə, bu insan səninlə münasibətdə çox böyüyübdür, çox güc qazanıbdır, çox enerji qazanıbdır. Birlikdə mübarizələri atlatmış bir enerjiniz var, münasibət enerjiniz var. Yəni, bu münasibət stabil bir enerjidən gedir söhbət. Asan sevməyən, sırazı sevməyən, amma zamanla sevən və belə deyim də, stabil bir münasibətdən gedir söhbət. Yəni, burada nə küssüz, nə ayrısız, nə incili, heç bir şey yoxdur. Stabil münasibətlə əlaqədar. Baxaq, səni necə biri olaraq görür? Fikrindəki insan səni necə biri olaraq görür və səndə nəyi bəyənir? Səni necə biri olaraq görür? Səni bilirsən necə? Hər şeyin dolğun olan bir insan olaraq görür. Sevgisi, duyğuları, hissləri, həyatı, inamı, emosiyaları, hər şeyi dolğun olan, güclü bir insan olaraq görür. Sən onu çox güclü sevirsən, həyatında güclüsən, həyat yolunda güclüsən. Sanki səndən güc alır, bu insan səndən enerji alır, sənin varlığından, sənin düşüncələrindən. Sənə sevgisi var bu insanın. Belə baxaq, səndə nəyi bəyənir? Səndə bilirsən nəyi bəyənir? Qərarlılığını. Bax, hansısa sıxıntı varsa anında həll etməyini və bütün situasiyalarda pozitiv qalmağını, güvənli qalmağını, özgüvənli qalmağını, daima deyib gülməyini, saflığını, uşaq kimi saf xarakter olaraq görür səni. Yəni, belə deyim də, həyatda hər şeyin ancaq pozitiv tərəfindən baxmağı görür və istədiyin hər bir şeyi əzmlə əldə edən biri olaraq görür səni. Yəni, əzmlisən, iradəlisən, bacarıqlısan və istədiyin hər şeyi asanlıqla, rahatlıqla əldə edirsən və inamlısan, inanırsan. Allahla bağın güclüdür, kainata inamın güclüdür, inamlı, güvənli biri olaraq görürsən. İndi baxaq, onun həyatında sənin rolun nədir? Səndə nəyi dəyişmək istəyir və onu necə dəyişmirsən? Gəl buna baxaq. Onun həyatında sənin rolun. Səndə nəyi dəyişmək istəyərdi, əgər istəyirsə? Və onu necə dəyişmirsən? Onun həyatında rolun. Onun həyatına huzur qatmısan. Onun həyatına sakitlik qatmısan. Onun həyatına özgüvən qatmısan. Onun həyatına inam qatmısan. İnam, güvən, sən öz duyğusallığınla, sən öz belə deyim də, ağıllı məsləhətlərinlə mi deyim, sən öz duruşunla deyim, onun həyatına güvən, sədaqət qatmısan. Onun həyatında çox negativ şeyləri qırmısan, çox negativ olan hadisələri həll etmirsən. Varlığınla mı deyim, enerjinlə mi deyim, hər nədirsə sən onun həyatına stabillik qatmısan, sən onun həyatına sakitlik qatmısan, onun həyatına huzur qatmısan və onun həyatına özünə güvən qatmısan varlığınla, bolluq, bərəkət qatmısan varlığınla onun həyatına, yüksəliş qatmısan onun həyatına. Səndə nəyisə dəyişmək istəyirmi? Heç nəyi dəyişmək istəmir səndə. Səndə heç nəyi dəyişmək istəmir, hətta sənə bənzəmək istəyir, bəlkə də sənə bənzəmək istəyir. Sənin hər şeyini bəyənir, yəni burada dəyişmək istəyi yoxdur, burada bənzəmək istəyi var. Burada, yəni daima həyatında olmaq istəyi var bu insanın. Çünki səni çox bəyənir hər bir şeyinlə, bütün varlığınla. Və bu insan elə bil ki, düşünür ki, sənin arxanda elə bir güc var, gözə görünməz bir güc var. Sənin özün bir gücsən və sənin arxanda gözə görünməz bir güc var. Sənin iradən, sənin qərarlığın, sənin bacarığın, sənin mərdliyin, sənin hər şeyinlə bu insan səni bəyənir və heç nə dəyişmək istəmir. Heç bir şey. Necə varsansa elə də səni çox sevir və hətta yenə deyirəm, sənə bənzəmək istəyir, dəyişmək yox. Gəl baxaq, onu necə dəyişmirsən, onu necə dəyişmirsən.
onun həyatındakı durğunluğu, onun həyatındakı blokajları, onun həyatındakı inamsızlığı aradan qaldırmısan. Səninlə tanışlıqda bu insan özgüvənsiz idi, inamsız idi. Öz qarşısında olan, özünün əlində olan şeyləri görmür. Bu insan özünü görmürdü. Bu insanın ətrafında, həyatında negativ şeylər çox var idi. Negativ insanlar. Bu insanda özgüvən yaratmısan sən. Bu insanda inam yaratmısan. Bu insanda ondan sevmədiyi şeyləri, sevmədiyi insanlar ola bilər, sevmədiyi hadisələr, o hadisələrdən necə xilas olmusan, xilas etmisən onu. Və onun həyatına nəyi dəyişmirsən? O insan qərarlıdır, o insan özgüvənlidir bu dəqiqə, o insan inanır, o insan da, bax, səndə çıxan kart onda da çıxdı, değnek ası, değnek kralı, değnek kraliçesi. Sən onu özünə bənzətmirsən. İnamlı, güvənli və əmin, rahat və qorumada olduğunu hiss eləyir. Sən onun həyatına sanki bir qoruma vermirsən, öz enerjindən mi? Hər nədirsə halaldır sənə və o da bunu görür deyə ona da halaldır ki, dəyər verir. Sənin digərlərindən fərqin nədir onun həyatında? Sənin digərlərindən fərqin nədir onun həyatında? Gələcəyinizi necə görür? Və sənlə münasibətinizi qoruyacaqmı? Sənin digərlərindən fərqin nədir? Sənin digərlərindən fərqin bilirsənmi nədir? Qoruyucu olmağın, tutucu olmağın, ürəyi açıq olmağın, gözü tox olmağın, belə deyim də, sənin digərləri bilirsən necə olubdur. Bundan daima nəyisə istəyiblər, bundan daima nəsə tələb ediblər ondan. Daima, belə deyim də, digərlərinin yanında o özünü hardasa bir əksik görübdü. O özünü aşağı görübdü, o özünü yetərsiz görübdü. O özünü, belə deyim də, bacarıqsız görübdü. Digərlərindən ancaq bu insan, digərləri ancaq bax bu insana zərər veriblər. Səndən əvvəl olan digərləri ancaq ona maddi cəhətdən, mənəvi cəhətdən, hər bir şeyində ancaq negativ görübdü, ancaq zərbələr görübdü. Amma sənin fərqin odur ki, sən onu tamamlamısan. Sən onun bütün bu boşluqlarını doldurmusan. Sən onun özünə itirdiyi inamı, güvəni, onun enerjisini, onun hətta belə deyim də iş yolunda, ruzu yolunda da onu geri qaytarmısan. Onun itirdiyi, digər insanlarda itirdiyi, digər insanlarda bitirdiyi hər şeyi ona geri qaytarmısan. Gözəl olan şeyləri. Sənin digərlərindən fərqin odur ki, tam özünə uyğun görür səni, tam güvənir. Burada güvən hissi var, burada stabillik hissi var. Bu insan sənə güvənir. Bu insan sənə gözü yumulu güvənir və stabilliyinə güvənir. Güvənir ki, sən bunu tərk etməyəcəksən, atmayacaqsan, gözün heç nə də deyil. Bunları görür səndə. Gəl baxaq, gələcəyinizi necə görür? Gələcəyinizi tamamlanmış görür, gələcəyinizi birlikdə görür, gələcəyinizi, belə deyim də, daha irəli, daha gözəl bir yollara görür, daha stabil bir gələcək görür səninlə. Stabil. Burada bəzilərinizdə əgər belə deyim də evlilik enerjisi var, ailə enerjisi var, stabillik enerjisi var, yüksəliş enerjisi var. Gələcəyinizi birlikdə görür, huzur dolu birlikdə bax, huzur, stabillik bir enerjidə görürsün gələcəyinizi. Ayrılıq falan heç bir şey düşünmür bu insan. Sənlə münasibəti qoruyacaqmı? Sənlə münasibəti tam qoruyacaq, tam tutucu davranacaq. Yəni bu insan artıq sənə sahiblənibdir, bu insan bu münasibətə sahiblənibdir, sən ona sahiblənmirsən və o insan bu münasibətinizi tam olaraq qoruyacaq və sizin münasibətinizdə mane olan, əngəl olan nələr varsa özü həll edəcək. Sən necə, o da elə, yəni. Bu insan elə bil sənin aynandır. Sən necə davranırsansa hadisələrdə, o da elə davranır. Elə bil səndən öyrənir. Çox şeyi səndən öyrənir bu insan və buna çox sevinir. Buna çox xoşbəxtdir bu insan. Və qoruyacaq. Eynən, narahatçılıq yoxdur. Münasibətinizi də özü daimi olaraq qoruyacaq, qorumağa çalışacaq. Kartlardan o insanla əlaqədar mesaj nədir? Bu münasibətlə əlaqədar kartlardan, belə deyim də, soy ağacı, nəsil ağacı kartlarından mesaj nədir? Bu münasibətinizlə əlaqədar sənə ruhsal mesaj. Yenə deyirəm, bax, bayaq dediyim kimi bu insan sən nə inirsənsə onu təkrarlayır, səndən öyrənir. Sizin enerjiniz sinxronlaşıbdır, sizin duyğularınız, sizin bağınız sinxronlaşıbdır. Bu ilahi bir bağdır sizinki, ilahi bir münasibətdir, ilahi bir, belə deyim də, ilişkidir. Sən nəyi edirsən, nəyi nə göstərirsənsə, o da onu səndən alır və sənə qaytarır. Belə möhtəşəm bir açılımdır, aldım, qəbul edim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.